Məni izləyən hər kəsə Allahın salamı olsun, kanalıma xoş gəlmisiniz. Bugün mən sizə çox dadlı milli mətbəximizin şirniyyatı olan paxlavanı iki cür hazırlayacağım. Həm kokoslu, həm də içi qoz fındıqlı paxlava. Çox gözəl dadlı olur. Öncədən hər kəsin bayramı, Novruz bayramı münasibəti təbrik edirəm. Neçə gözəl çərşənbələrə, illərə çıxır inşallah. Elimiz, obamız bol ruzi, bərəkətli olsun. Baxın, burada isə kokoslu paxlavadır. Bir xəmir reseptini iki cür paxlava necə hazırlayıramsa onu paylaşıram. Çox gözəl olur, yumuşaq olur. İnanın ki, baxın burada da göstərirəm. Dadı, ətri, görünüşü çox gözəl olur. İnşallah ki, siz də hazırlayarsınız. Mən burada indi iki xəmirin reseptini bir yerdə edəcəm. Amma tək-tək də bir porsiya nə gedirsə onu da paylaşacağım. Demək, qazançaya götürürük. 2 stəkan şəkər tozu olmalıdır. Mən burada 4 stəkan şəkər tozu əlavə etmişəm. 2 stəkan şəkər tozu, 1 stəkan yarım sudur. Mən isə 2 stəkan yarım su əlavə edəcəm. Çünki bir porsiya. Amma siz sadəcə ya kokoslu və ya bildiyimiz paxlavanı edəcəksinizsə 2 stəkan şəkər tozuna 1 stəkan yarım su və limonun 1/4 kifayətdir. Dediyim kimi mən birbaşa ikisini edəcəm. Belə də çox rahat olur. Mən hər zaman iki növdə eləyirəmsə, xəmirin və şərbətin birgə hazırlayıram. Belə ocağa qoyuruq, belə qaynayanda limonu sıxırıq üzərinə, baxın. Belə qəşəngcə sıxırıq. Sonra bir 5 dəqiqədə qaynadıram. Sonra altını keçirirəm. Çox qaynayıb qatlaşmağa ehtiyac yoxdur. Çünki biz xəmiri hazırlayana, içliyi hazırlayana qədər o da qalıb qəşəng ev şəraitində soyuyur, daha da qatlaşır. Sonra isə burada əslində stəkan yarım süddür bir porsiya xəmirə. Mən isə 3 stəkan süd əlavə etdim. İlıq süd, üzərinə isə bir dolu üzüstdən bir dolu çay qaşığı quru maya əlavə edirəm. 2 çay qaşığı da şəkər tozu əlavə edib belə qarışdırıram ki, maya aktivləşsin. Əlavə edib qıraqda saxlamaq gərək yoxdur. İndi görəcəksiniz ki, unu artıq mən qatışdıranda maya necə aktivləşir. Əgər siz yenə bir xəmir isə etdiklərimin hamısını yarıya bölərsiniz. Videonun altında da bir porsiya xəmirə nə gedirsə onu mütləq paylaşacağım. Demək, əlavə etdim burada 3 stəkan süd, bir dolu çay qaşığı quru maya, 2 çay qaşığı şəkər tozu, 4 ədəd yumurta gedir. Yumurtaları öncədən yumuşam. 4 ədəd yumurtanın ikisi sarısı içinə gedir, 2 dənə də ağı içinə gedir. Qalan 2 sarını isə üzəri üçün saxlayıram kənarda, üzəri üçün saxlayıram ki, paxlavaların üzərinə vurmağa. Beləcə qəşəngcə qarışdırıram. Sonra isə 150 qram kərə yağı lazım olacaq. Yəni dediyim bir porsiya xəmirinə. Amma mən 2 porsiya etdiyim üçün 300 qram kərə yağı əlavə edəcəm içinə. Ev temperaturunda olan 300 qram yağı beləcə əlavə edirəm. Yaxşıca qarışdırıram. Yağı əyitib qatmağa ehtiyac yoxdur. Öncədən yağı çıxartıb qoysaq, yumuşaq halda belə əlavə edə bilərik. Beləcə qarışdırdıqdan sonra isə az-az ununu əlavə edəcəm. Bir porsiya xəmirə 4-5 stəkan arası un gedir. Siz 5 stəkan öncədən yanınıza qoyun ki, unu dəyişir də, yəni bəzən 4 də ola bilər, 5 də ola bilər. Amma mən indi 2 porsiya elədiyim üçün ümumilikdə məndə 8 stəkan yarım belə un getdi. 9 stəkana yaxın un getdi. Un əlavə etdim. Diqqət etmək lazımdır ki, yumuşaq xəmir olsun. Sizə göstərəcəm. Xəmir bərk halda olmalıdır ki, belə deyək ki, un aparan qədər. Mən sadəcə ölçdüm ki, dəqiqliyinə sizə deyim. Bir porsiya xəmirə 4-5 stəkan arası un gedir. Yəni bu 4 stəkan yarım da ola bilər, 5 də ola bilər. Beləcə unu az-az əlavə edir, qarışdırırıq ki, yağ da unun içərisində yaxşıca açılsın. Beləcə qəşəng-qəşəng qarışdırıb sonra əlimizlə yoğuracaq xəmiri. Bir də onu vurğulayım ki, bu xəmiri saxlamağa gərək yoxdur. Baxın, sizə yaxından göstərdim. Artıq quru maya aktivləşib, yəni saxlamağa ehtiyac yoxdur. Sadəcə mən içliklə hazırlanacağam. Xəmir kənarda 5-10 dəqiqə dincəlir, bu qədər. Sonra isə kündələyirəm. Kündələri də birbaşa yayıram. Yəni paxlava xəmirini saxlamağa, acıtmağa ehtiyac yoxdur. Birbaşa bişirə bilərsiniz. Çox asan reseptdir, çox gözəl alınır. İnan ki, dadını doyum olmayacaq dərəcə dadlı, yumuşaq, ətirli, qoxusu bir möhtəşəm olur. Fərqi yoxdur. Hər hansını istəsəz, istər ləpəli, istər kokoslu. Çox gözəl. İnanın ki, vaz keçməyəcəyiniz bir resept olacaq. Əminliklə deyirəm, illərdir bu reseptlə hazırlayıram. Çox gözəl dadı da alınır. Beləliklə 2 yerə böləcəm xəmirimi. Burada artıq görsün xəmirim. Götürdüm, 2 yerə bölüb ayıracağam. Öncə içləri hazırlayım. İçliyi də belə deyim də sizə 300 qram əgər
içliyiniz, məndə burada həm qoz, həm fındıqdır. Üzərinə mən birə-bir həmsi şəkər tozu atıram. Bəzən şəkər tozunu biraz az əlavə eləyirlər. 100 qram az əlavə edə bilərsiniz. Mən həmişə birə-bir qatıram. Burada isə artıq kokoslu paxlava resepti. 4 stakan kokos, 2 stakan yarım şəkər tozu. Şəkər tozu kokosdan az olmalıdır. Amma ləpədə isə birə-bir qatıram və yaxud da bəzən 50 qram az da qata bilərsiniz. 100 qram az qata bilərsiniz. O baxır sizin istəyinizə görə. Belə, indi burada xəmiri 2 yerə ayıracağam. Öncədən ayırıram ki, mənim üçün rahat olsun. Belə ortadan ayıracağım 2 yerə. Sonra isə mənim üçün etdiyim bir paxlavam 10 qat, biri isə 11 qat oldu. Belə ayırdım, kənara qoydum. İlk öncə ləpəni eləyəcəm. Ləpəli paxlavanı eləyəcəm. Əlbəttə ki, 2 kündəsi mütləq böyük olmalıdır. Digərlərindən, çünki altına və üstünə mütləq qalın olmalıdır ki, tez ötməsin bişərkən. Sonra isə xırda-xırda ayırıram. İlk öncə 9 qat eləyirəm. Sonra göstərəcəm ki, kündələrin bəziləri böyük olduğu üçün. Kündələr belə qəşəngcə kündələyirəm. Çox rahat kündələyirəm. Baxın, əlin içində nə gözəl kündələyirəm. Çünki xəmir çox gözəl, yumuşaq, dadlı xəmir olur. Rahatdır, qətiyyən ələ yapışmır. Yayarkən də qətiyyən yapışmır. Beləcə ayırıb kündələri qoyacağım. Sonra başlayacağım yaymağa. Belə kündələrimiz hazırdır. 2 böyük kündən təbii ki ayırdım altı və üstü üçün. Sonra isə yayı bir-bir əlavə edəcəm. Onu da vurğulayım ki, qatların arasına da 300 qram yağ istifadə olunur. Bir porsiya həm qatların arasında, həm də bişdikdə 10 dəqiqədə bişəndə çıxartıb yenə əlavə edəcək. Ümumi 300 qram yağ gedir. Mən isə təkrar olmasın deyə deyim ki, 600 qram yağdan istifadə edirəm. Çünki 2 porsiya istifadə etdiyim üçün. Beləcə fırçayla yayıram yaxşıca. Qəşəngcə yağlayıram. Sonra isə içliyi belə səpirəm hər tərəfinə gələcəyə qədər. Ümumilikdə belə bütün qatları eləyəcəm. 8 qatdan sonra isə, daha doğrusu 7 qatdan sonra isə 8-ci qatda artıq ləpə vurmursuz. Son 2 qatda ləpə vurmaq məsləhət deyil. Birbaşa yağlayıb son qatı üzərinə vurursunuz, bağlayırsınız. Kənardan lavaşlar böyük gələrsə, kənardan kəsirəm təbii ki, səliqəyə salıram. Sonra təkrar yağlayıb, bu mərhələ ilə yağlayıb, içlik səpib, yenidən təzə qatın sərirəm. Ləpəni də səpərkən hər tərəfi çalışın eyni olsun ki, paxlavamız bişdikdən sonra hər tərəfi eyni olsun, hündürlüyü eyni olsun. Gənc xanımlarımız üçün bu paxlavanı tam dəqiqliyi çəkdim, amma kokoslu paxlavanı qısaldacağım ki, video daha da uzun olmasın. Kənarlarını da kəsməyimizin səbəbi odur ki, bişdikdə həmin yerlər çox qalın görsənməsin. Aralarına sürtdüyümüz yağdır ki, mütləq ərinməlidir. İsti halda sürtülməlidir ki, rahat olsun. Baxın, burada dediyim odur, ilk öncə 9 kündə ayırmışdım. Sonradan isə kündələr böyük olduğu üçün 10 kündə oldu. Yəni ümumilikdə 10 kündə, 10 qatlı ləpəli paxlava oldu. Kokoslu paxlava isə 11 qatdan etmişəm. Burada son qatını da sərirəm. Baxın, görürsünüz, alt qatında ləpə içlik yoxdur. Alt qatı birbaşa yağın üstlərinə belə qoydum və kənarlarını kəsəcəm. Sonra isə bir də onu vurğulayım ki, məsləhətdir ki, yarım saat soyuducuda saxlayıb sonra paxlavanı kəsəsiniz. Belə çox çətin olur.
Amma mənim gözləməyə vaxtım olmadığı üçün birbaşa çəkdim. Amma belə onu vurğulayım ki, belə çox çətin olur. Amma soyuyanda soyuducuda yarım saat qalsa, içində yağ donduğu üçün çox asanlıqla vaxt almayacaq şəkildə rahat kəsə bilərsiniz. Belə dediyim kimi, təzə olduğu üçün, yağ isti olduğu üçün çətin kəsilir. Siz xətkeşdən də istifadə edə bilərsiniz. Mən belə tort üçün, sıvama üçün olan bıçaqdan istifadə edirəm kəsəndə. Belə də çox rahat olur. Üzərinə yumurta sarısını vurub fındığını qoyacağım. 170-180 dərəcə arası bişirilir. Sadəcə diqqət edək ki, ötməsin. Mən hər zaman bişirərkən kənarlarının qızardığını görəndə alt hissəsini söndürürəm. Sadəcə üstündə qızardıram. Kənarlar qızaranda bilirəm ki, artıq içərisi bişib. Çox sobanın dərəcəsini çox qoymayın ki, üstü qızarıb bişib, içi çiğ qatları çiğ qalmasın. 10 dəqiqədən sonra, sobaya qoyduqda 10 dəqiqədən sonra çıxartıb təkrar bıçaqla belə kəsirik. Çünki xəmirlər birləşdiyi üçün təkrar mütləq şəkildə kəsilib. Qalan yağı da aralarına belə indi görəcəksiniz. Tökürəm ki, içi daha yağlı olsun. Bizim milli mətbəximizin paxlavasının özəlliyi də budur. Bol şərbətli, bol yağlı. Ümumilikdə qatlarına və belə arasına 300 qram kərə yağı getdi. Sonra təkrar qoyacağım bişsin. Tam bişdikdən sonra isə ev temperaturunda olan şərbəti, yəni soyuq şərbəti birbaşa isti paxlavanın üzərinə tökürük. Bu zaman yenə biraz bıçaqla kəsmişdim aralarını ki, şərbəti yaxşı çəksin. Baxın, şərbəti tökən kimi necə canına çəkdi. Dediyim kimi daha dəqiq yazacağım. Burada mən şərbeti 2 yerə böldüm. 2 porsiya. Amma bir porsiya üçün də sizə qeyd etdiyim kimi 2 stəkan şəkər tozu, 1 stəkan yarım su və 4/1 limon suyundan istifadə etmişdim. Yetərincə də bəs eləyir. Çox gözəl şərbətli olur. Kəsib də sizə göstərəcəm. Onu da vurğulayım ki, soyuduqdan sonra kəsməyi təbii ki, məsləhətdir. Mən çəkişə görə isti-isti kəsdim. Baxın, necə də gözəl qatlar dəndən görsənir. Qətiyyən xəmir qalmayıb. Burada şərbət içidir. Altı da qıpqırmızı qızar. Baxın, burada şərbətini necə göstərdim sizə. Yumuşaq olub. Pambıq kimi dadlı olur. Yumuşaq olur. Sonra isə keçdik. Baxın, burada artıq qatlarını görsə çəngəllə də ayırmaq olur. Kakoslu paxlavaya. İndi sizə kakoslu paxlava necə edirəmsə onu paylaşacağım. Baxın, onun da yumuşaqlığını göstərim. O da bol şərbətlidir. 11 kündədən istifadə edirəm. Burada da eyni qaydada, yəni aralarına 300 qram kərə yağı. Necə paxlava etdimsə, bu da elə sadəcə onun əvəzinə kakosdan qoz fındıq içli əvəzinə kakosdan əlavə edirəm. Kokoslu şəkər tozunun qədərini də sizə açıqladım. 2 stəkan şəkər tozu, 2 stəkan yarım şəkər tozu, 4 stəkan kakos əlavə etmişdim. Onu da qat-qat edirəm. Əvvəlki kimi demək olar ki, yenə üst qatın, alt qat mütləq qalın olmalıdır. Ümumilikdə 11 qatdan istifadə etdim. Ocağa qoyuram, bişdikdən 10 dəqiqə sonra çıxardıb kəsirəm təkrar mütləq. Belə aralarını yağ gəzdirirəm. Həmin 300 qram yağı, yəni əlavə, bayaqki biz paxlavanın yağı o ayrı idi. Təzədən yenə hazırladığım 300 qram yağı həm aralarına, həm də üzərinə gəzdirib sonra qoyuram bişsin. Baxın, sonda belə bişir. Çox dadlı olur, çox gözəl. Üzərində kokosla bəzədim. Siz istədiyiniz kimi nə ilə siz bəzəyə bilərsiniz. Sonra isə şərbətin tökürəm. Mütləq şəkildə şərbət soyuq, paxlava isti olmalıdır ki, qəşəng canı çəksin. Hər ikisi soyuq və hər ikisi isti qətiyyən olmaz. Şərbətin soyuq olmağı daha məsləhətlidir. Belə şərbət deyirəm. Anında şərbəti canına çəkir. Çox gözəl olur. Sonda belə oldu. Kanalımı izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub like etməyi unutmayın. İnşallah hər biriniz də hazırlayarsınız. Sonda baxın ki, çəkib göstərirəm. Bu da sonu. Hər iki paxlavamız hazırdır. Göz haqqınızı halal edin. Hələlik.